Cərrahiyyədə ən çətin momentlərdən biri qərar verməkdir. Çünki əməliyyat bir bacarıqdır, yəni əməliyyatı hamı öyrənə bilər. Amma doğrudan da xəstəni əməliyyat eləmək lazımdır, nə vaxt əməliyyat eləmək lazımdır və ümumiyyətlə əməliyyat eləməyə dəyərmi? Bax, bu qərar vermək cərrahdan böyük peşəkarlıq təcrübəsi tələb eləyir. Və urologiyada, yəni cərrahi predmet olduğuna görə burada aparılan əməliyyatlar xəstənin sonraki olan yaşam tərzinə çox böyük təsir eləyir. Çünki bizim xəstələrimiz bir qayda olaraq yaşlı xəstələrdir, 50 yaşından yuxarı olan xəstələrdir və əməliyyatdan sonra onların doğrudan da həyatlarının keyfiyyəti yaxşılaşmalıdır ki, pisləşməli deyil. Və bugünkü olan xəstəmiz də həm prostat vəzini şişi var, eyni zamanda da hər iki tərəfdə böyük həcmli qasıq xaya yırtığı var. Biz bu prostat vəzini xoş xassəli şişini medikamentoz yolla müalicə eləməyə qərarı verdik. Amma inşallah Allahın köməkliyi ilə o böyük həcmli yırtıqları açıq əməliyyatla həll eləyəcək və xəstəmiz də növbəti gün artıq öz evinə gedəcək. Apraq hospitaldayam. Əməliyyata gəlmişəm, bura dünən gəlmişəm. Pərviz doktoru urolog, Allah canı sağ eləsin. Əməliyyat elədi, yaxşı çıxdı maşallah. Bugün bıraxıcı elə. Yaxşıdır, bura qulluq 2 nəfər, 3 nəfər, 1 nəfər eləyir. Yüksək səviyyədədir. Heç kimə məsləhət görmürəm, ancaq ki, xəstələnsə bura gəlsin inşallah. Çox sağ olun.